Herkese salam. Axır ki bugün tim bağlama videomu editleyebildim. Artıq hardası 22 gün olur ki bu videonu çəkmişik. Yəni gördüyünüz bütün mallar artıq istifadə edilib və hətta köhnəlib. Nədənsə heç cür alındıra bilmirdim. Yəqin ki videonun çox uzun olmasına görədir. Burada gördüyünüz dəqiqəni mən 2 saat içərisində olan videodan editləmişəm. Sadəcə bu şərfdən istifadə etməmişəm. Gündəlik üçün uyğun olmasa da çox gözəl idi. Materialı parlaq və hətta şəkildə göründüyündən də daha gözəl çıxmışdı. Elə burada da göründüyü kimi kameranın daima fırlanması, əyri çəkməsi videonun uzun olmasına səbəb idi. Dördlü rəngarəng bonilər. O qədər də bəyənmədim. Materialları yumuşaq olsa da, lakin saçı bərk şəkildə saxlamır. Eyni zamanda qarşı tərəfi geniş olduğu üçün şərfi daha arxadan bağlamaq lazımdır. Şəkildə rəngləri mat düşsə də parlaq idi. Yəni bu rənglər o qədər də mənim zevkimcə deyil. Daha əvvəl Temudan sifariş verdiyim geyimlərin materialına razı qalmadığım üçün bu dəfədən narahat idim. Lakin bu ikili pijama dəstini sifariş verərkən satıcının balına eyni zamanda yorumlarda hər kəsin razı qaldığını gördüm və həqiqətən də yazıldığı kimi ölçüdə doğru göndərilmişdi. Rahat və sərin materialdaydı. Yəni təcrübələrimə əsaslanaraq satıcının balına baxmaq, eyni zamanda yorumları oxumaq çox önəmlidir. Ən önəmlisi isə sifariş vermək istədiyimiz malın necə olduğunu bilmək istəyir isə yorumdakı şəkillərə baxmaq daha yaxşıdır. Bu çanta isə sifarişlərimdən ən bəyəndiyim idi. Rəng olaraq digər seçimlər də var idi. Mən ağla bunun arasında qalmışdım. İndi deyirəm ki, kaş ki ikisində sifariş verərdim. Materialı çox gözəl, həqiqətən gözlədiyimdən daha yaxşı şəkildə idi. Ayaqqabı paketinin üzərindən sanki kamaz keçmişdi. Amma Allahdan ayaqqabı yaxşı haldaydı. Gündəliyə o qədər uyğun olmasa da çox da narahat edici ayaqqabı değildi. Materialını bəyəndim. Bunun da rəng seçimləri çox idi. Lakin dedim ki şərfimlə eyni rəngdə olsun. Çünki hər ikisində gündəlik istifadə etməyəcəm. Bir sözlə özəl günlərdə kombin edərəm. Bunu da Sara üçün sifariş vermişdim. Kobud modelde olsa da çok rahat ayakkabıdır. Sara çok beğendi. Demiştin bayram hediyesi. Bayram hediyesi. Sağ ol. Çok güzel material var bunun. Hem de ki Olur. O olur içerisindeki kartlanesi kibir tehlikesi çekme falan olur. Burada ise 11 manat aldığım kaştopu sanki 111 manata almış gibi tərifləyə bitirə bilmirəm. Nur için aldığımız ilk geyim. Materialı 100% pambıqdır. Həqiqətən çox gözəldir. Bunlarda isə tikişli olması yaxşı olsa da material olaraq xoşuma gəlmədilər. Burada ne? Yok değil. Elimde. Boş durursan sen. O ne? Yok kapı. Yemeyeceğin kapro. Sar üçün sifariş verdiyim beşli sərin dəst. Instagramda əgər ki məni izləyirsinizsə, Saraya bunları nə qədər geyindirdiyimi artıq görmüsünüz. Yuyulmasına asılı olmayaraq rəngləri getmir, materialı dəyişilmir. Həqiqətən çox rahat, çox nəfəs ala bilən materialdadır. Yeni almağı düşünürəm. Yok bu kolsuz da desenli gelmedi. Çok yaxşı yapmışsın. Fark ediyor musun? Evet yanlış. Elvinə sifariş etdiyim hər şeyə qarşılığını almaq üçün hədiyyə adı vermək. Altı sərt olduğu üçün heç də rahat değildi. Bu isə Sara üçün sifariş verdiyim ev şəpişi.
İlk görüşdə yumşaq və altı qatına olduğu üçün rahat, yaxşı görünür, lakin 4 gün geyinmədi ki, altı qopdu. Yəni qısacası keyfiyyət baxımından altı sərt olan Elvin üçün sifariş verdiyimiz ev şəpiyi daha yaxşı çıxdı. Bunlar isə özüm üçün sifariş verdiyim belə rəngarəng, şirin, 20'li corablar. Mən sifariş edərkən qiymət baxımından çox münasib idi, nəfəs ala bilən və nəzik materialdadılar. Saat artıq hardasa 2 işləmişdi. Çox yorulduğum üçün su istədim. Bir də baxdım ki, Elvin məndən də betər haldadır. Lakin artıq bağlamanı açdığımız üçün içərisində olan mallar çox maraqlı gəlirdi. Yəni açmasaydım hər birini yata bilməzdim. Devam. Sona gidiyoruz. Bu don da xoşumuza gəldi, çox da yaraşdı. Lakin bir dəfə yuduqdan sonra sanki rəngi qaçdı. Razmer doğru göndərilmişdi. Burada yuxulu olduğum için günahı Temunun üzərinə atıram. Altılığı narahat olduğu için o kadar da bəyənmədim. Biraz daha enli olmasını gözləyirdim. Lakin materialı həqiqətən çox rahat və nəfəs ala bilən, yəni yay fəsli üçün eyni zamanda gündəliyə uyğun bir şərfdir. Çox ucuz mallar sifariş vermədikcə Temudan da yaxşı mallar almaq mümkün imiş. Bu yubkanı da çok beğendim. Tam videoda şekilde göründüğü kimidir. Ay çok şeydi. Bu ne sence? Biz kırlaşıyor şuraya. Ama yox, çox dözümlüydü. Nə qədər vaxt istifadə edir, heç birindən demək olar ki, bəzəyi düşməyib, qırılmayıb. Mənim kimi qızının saçları ilə oynamaqdan zevq alan analar ürək rahatlığı ilə sifariş verə bilərlər. Mən demədən hər gün Sara gətirir ki, saçlarımı yığ. Həqiqətən uşaqları sevindirmək üçün həm münasib, eyni zamanda çox şirin saç rezinləridir. Bu da sen hoş. Enerji. Bunların da materialı rahat, sərin, yaxşı idi. Dartınar hem de. Gözüm bayaktan doldu. Yürüyor ne? Bak gözlərim yuxumda qaçdı. Gün boyunca mətbəxdə mənim qazanlarımla oynadığı üçün Saraya görə belə mətbəx set sifariş verdim. Mən qırmızı rəngdə 65 parça sifariş vermişdim. Lakin gördüğünüz kimi rəng seçimi eyni zamanda 95 ədədli setdə var idi. Düzdür, indi 65 setdən 20 dənəsi ya qalıb ya qalmayıb, lakin Sara çox bəyəndi. Hətta ilk 2 gün əlindən yerə qoymadı. Narahat edici olan biraz çox xırda oyuncaqlar olduğu üçün evin hər tərəfində görməkdir. Lakin məncə 5 yaş üzəri uşaqlar üçün daha da uyğundur. İkisinin de oynanırsın abi. Böyle Yeter. abi. Parmağı koymuşsun arasına. Böyle artık değil mi? Güzel. Günlerden siliyorum. Və belə axır ki bağlamaların hər birini açdı. Gələn yeni videolarda görüşmək üzrə.